Salam şagirdlər, bu gün sizlərlə 5 aprel 2026-cı il Turan Tədris Mərkəzində keçirilən sınaq imtahanının izahlarına baxırıq. Hansı ki 6-cı sinif üçün olan sınaq imtahanıdır. Gəldik indi bura. Belə bir tənasüb verilib, 2 nisbətin bərabərliyi. Bir də belə bir tənasüb verilib. X bölü Y nisbətini istəyir. Gəl buradan X-i tapaq. Çarpaz vuranda 4-ün X-i hasili bərabərdir 3-ün 12-yə hasilinə. Hər tərəfi 4-ə bölsəm vuruqları. Burada 1, burada neçə qaldı? 3. X bərabər 3 dəfə 3-ün 9. Oxşar qayda ilə çarpaz vursaq 4y bərabərdir 5 vur 24. Buradakı 4 vuruğu ilə 24 vuruğunu ixtisar etsəm 1 bura 6 bura. Y bərabərdir 5 dəfə 6-nın 30. X bölü Y istəyir. Yəni 9 böl 30. 3'ə ixtisar elədim 10'da 3. Cavab A bəndi. Keçdik ikinci suala. Köynəyin satışından neçə faiz qazanc əldə edilmişdir? Nə edirik? Bu zaman satış qiymətindən alış qiymətini çıxırdıq. Alış qiymətini bölürdük. Alış qiymətinə faizə çevirmək üçün də vururduq 100-ə. Satış qiyməti neçədir? 52. Alış qiyməti neçədir? 40. Deməli 52-dən 40-ı çıxdım. Böldüm alış qiymətinə 40-a, vurdum 100-ə. 52-dən 40 çıxanda 12 böl 40 vurulsun 100. 100-ün məxrəcinə 1 qoysaq. 0 ilə bu 0-ı ixtisar etsək. 4 ilə də 12-ni ixtisar etsək. 1, 3. 3 vur ondan cavab 30%. Mənfi x çıx 23 bərabərdir 47. 2 mənfi nə edir arda gələndə? Bir-birinə vuruldu müsbət. X çıx 23 bərabərdir 47-yə. Məlkul azlanı taparkən fərq ilə çıxılanı toplamaq lazımdır. X bərabərdir 47 topla 23. 47 ilə də 23-ün cəmi 70 elədir. Cavab B bəndi. Keçdik digər sual. Uşaqlar sağdan sola keçirərək tapa bilərik. Mənfi x-i sağa, mənfi 1009-u sola keçirsəm. Mənfi 3013 çıx 78. Üstə gəl 1009 üstə gəl 617 bərabərdir x-a. Uşaqlar mənfiləri bir hesablayaq. Mənfi işarələrə indirsə bunlar toplanılır. Toplayanda 3078 ilə 13-ün cəmi elədi neçə 91. Amma hansı 3091 mənfi? Müsbətləri toplayanda elə toplanılır, qarşısında müsbət yazılır. Toplasaq 617-nin üstünə 9 gələndə 626 elədi. Üstünə də 1000 gələndə 1626. İndi müxtəlif işarələri toplayarkən bunun işarəsi mənfidir, bunun işarəsi müsbətdir. Modulca böyükdən modulca kiçik çıxılıb modulca böyüyün işarəsi yazılasıdır. Yəni nəticəmiz mənfi olasıdır. 3091-dən 1626-nı çıxardırıq. Buradan 1 onluq götürdüm. 11-dən 6 çıxanda neçə elədi? 5. Burada 8 qaldı hansı ki. 8-dən 2 çıxanda 6. Buradan 10-dan 6 çıxanda 4. 2-dən 1 çıxanda 1. Amma cavab nə gələsiydi? Modulca böyüyün işarəsi olan mənfi. Mənfi 1465. A bəndi. A, B, C çoxluqları verilib. A birləşmə B-dən C-ni çıxar. A ilə B-nin birləşməsini necə yazırıq? Əvvəlcə A-dakı elementləri yazırıq. 2, 4, 6, 8, 10. Sonra B ilə birləşdirirəmsə, artıq 2-ni təkrar yaza bilmərəm. Çünki çoxluğun tərkibində eyni element təkrarlana bilməz. 6-nı da yaza bilmərəm təkrar. 10 var burada. Onu da yaza bilmərəm təkrar. Neçəni yazacağım? Bir burada olmayan 14'ü, bir də 18'i. Budur. Bu bunların A birləşmə B. Bundan da C-ni çıxartmalıyıq. C çoxluğunun da elementləri neçədir? 6, 10, 14, 18. Çıxartmaq nə demək idi? A birləşmə B-dən ortaq olan elementləri çıxmaq demək idi. Ortaq olan element neçə var? İkisində də 6. 6-nı çıxartdıq. Sonra neçə var? 10. 10'u çıxartdıq. Getdi. Sonra neçə var ortaq olan? 14. 14'ü çıxartdıq. Getdi. Sonra da nə var? 18. 18'i çıxartdıq. Nə qaldı yerində? A birləşmə B çıx C bərabərdir 2, 4, 8. 2, 4, 8. Hansı variant? A bəndi. Keçdik. Hansı nöqtələr o Y oxuna nəzərən simmetrikdir? Y oxuna nəzərən simmetrikdirsə, onda nöqtənin Y koordinatları dəyişməməlidir. Eyni qalmalıdır. X-lar əksinə dəyişməlidir. Mənfi 6 ilə 6. Y-lər gördüyünüz kimi nə edib? Burada. Dəyişib. Olmaz. Getdi. Mənfi 9'a mənfi 9. Y olduğu kimi qalıb. X-lar dəyişilib. Cavab B bəndi. Burada 3'ə mənfi 3 dəyişilib. Gördüyünüz kimi bizə dəyişilməyən lazımdır. Mənfi 10'a 10. Burada da nə inib dəyişilib. Cavabımız B bəndi.
İndi burada x və y düz mütənasib kəmiyyətlərdir. Uşaqlar, əgər x ilə y düz mütənasibdirsə, x bölü y nisbəti bir sabitə bərabər olmalıdır. Yəni 12-nin 36-ya nisbəti nə eləyir? 3-də 1. Onda 25-in a-ya nisbəti də 3-də 1 eləməlidir. Neçə eləməlidir? 3-də 1. B-nin 63-ə nisbəti də 3-də 1 eləməlidir. 2 onda 4-ü, 7 onda 2-yə nisbəti də həmçinin 3-də 1 eləyir. İndi buradan çarpaz vursaq, 3b bərabərdir 63-ə, b bərabərdir 21-ə. Buradan çarpaz vursaq, a bərabərdir 75-ə. A ilə b-nin cəmi 21 ilə 75-i toplayanda cavab 96 C bəndi. 33 nömrəli suala keçdilədik. Texnologiya dərsində, sərgisində şagirdlər 3D printer və dron stendlərini ziyarət etdilər. 35 şagird 3D printerini, 27 şagird dron stendini gördü. 15 şagird hər ikisinə baxdı. Yalnız bir stendi görən şagirdlərin sayı. Uşaqlar, bu çoxluq sualdır. 2 çoxluq. 3D printer, bir də dron. Bura printer yazıram, burada dron yazıram. Birinci həmişə ortaq hissə yazılır. Ortaq hissədə, yəni hər ikisini görənlər. Neçə nəfərdir? 15. 3D printer görənlər 35'dir. 15'i buradan uşaqlar. Burada durub 35 yazma olmaz. Bura artıq 20 dənə element qaldı. 35'dən 15'e çıxdıq. Sonda da 27 şagirddə dron stendini görübsə, 15'i buraya yazılıbsa bu hissəyə neçə qalır? 27'dən 15'e çıxdıq 12. Uşaqlar, yalnız birini görənlər uşaqlar. Bax, bu hissə ilə bu hissədəkilərdir ki, hansı ki yalnız bir stendi görüblər. 20 nəfər burada, 12 nəfər də burada. Deməli, 20 ilə 12'ni topladıq. Yalnız bir stendi görənlərin sayı 32 nəfərdir. 34 nömrəli sual. ABC üçbucağının perimetri 116. AB və BC tərəflərinin uzunluqları. AB ilə BC 3/4 nisbətindədir. Yəni bura 3K desək, bura 4K. Ya da 3x-a 4x-la yazmaq olar, fərqi yoxdur. AC tərəfi isə BC-dən 5 cm kiçikdir. AC, BC-miz 4K. 4K-dan 5 cm kiçikdirsə 4K çıx 5. Hər bir tərəfin uzunluğunu tapın. Deməli, perimetri verilib də bu 3 tərəfi cəmləyib, perimetrinə bərabər götürüb K-nı tapaq əvvəlcə. 3K, üstə gəl 4K, üstə gəl 4K çıx 5, bərabərdir 116. Mənfi 5-i sağ tərəfə atdım, bunları da topladım. Toplayanda elədi 11K, bərabərdir. 116'nın üzərində bu 5 əlavə oldu. Sağ tərəfə keçiləndə işarə əksinə dəyişdi. 121. K-nı da tapmaq üçün 121'i 11'ə böldük. K bərabər 11. Tərəflərdən birisi 3K. 3 dəfə 11'dən. Bu tərəf 33. Bura 4 dəfə 11'dən 44. Burada 4 dəfə 11'dən 5 çıxıram. 39. 33, 44, 39. Cavab C bəndi. Keçirik digər sualın həllinə. Burada x bərabər -12 olduqda yerinə qoya da bilərik, belə vurub aça da bilərik. Vurub açaq. 3'i 2x-a vuranda 6x, müsbət 3'ü -5'e vuranda -15, -7'ni müsbət 15'e vuranda -105, -7'ni -6x-a vuranda müsbət 42x. İndi 6x ilə 42x oxşar bir hədlər toplayırıq bunları. 6x-in üstünə 42x gəlirik. 48x. -15'dən 105 çıxanda ikisinin də işarəsi mənfidirsə bunlar çıxılmaz. Artıq toplanılıb işarəsi yazılasıdır. 15 ilə 105'in cəmi 120, hansı 120 mənfi. İndi 48'i burada -12'ye vurmalıyıq. 48 vurulsun -12. Çıxılsın. Rahat yoldan belə də hesablamaq olar əslində. Çıx 120, rahat yolunu sonra deyirəm. İndi 48'i -12'ye vuranda 48'i 10'a vurdum 480, 48'i 2'ye vurdum 96. 480 ilə 96 yəni 576 mənfi. Çıxılsın 120. İşarələr eynidir. Bu mənfini belə mötərizə xaricində də çıxara bilərik. Topladıq bunları. 696, amma hansı 696 mənfisi ilə? Burada rahat yol dediyim nədir? Bu mənfini bura önə vermək olur. -48 vur 12. Bu hissəni də 10 vur 12 kimi yazarıq. Neçə vur neçə? Çıxılsın 10 vur 12. 12 ikisində də ortaqdır. 12'ni mötərizə xaricində çıxardanda burada -48 çıxır, -58. -58 12'ye vuranda yenə eyni şeyə gəlib çıxır. Ehtiyac yox idi heç çıxarmağa. Aha. Sonra keçdilədik 36 nömrəli sualın izahına. Tənliyi həll edin. Tənasübdür. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər. Yəni biri x toplu 10'a vuranda. X toplu 10 bərabərdir 15 vurulsun.
x çıx 1,2. İndi x topla 10 bərabərdir. 15-i x-ə vuranda 15x. 15-i 1,2-yə vuranda 15-i 12-yə vururam. 180,1 vaid sola keçir. Vergüldən sağda 1 rəqəm var. Aradakı əməldə mənfi olur. Müsbəti mənfiyə vuranda. Bura 18 tam elədi hansı ki. İndi mənfi 18 tam sol tərəfə x-i sağ tərəfə keçirdik. Sol tərəfdə oldu mu? 10 üstə gəl 18. Sağ tərəfdə də 15x çıxılsın x. 15x-dan x çıxanda 14x. Onun üstünə 18 gələndə 28. X-i tapmaq üçün 28-i 14-ə böldük 2. Cavab D bəndi. Sonra aşağıdakı cədvələ görə aşağıdakilərdən hansı yanlışdır? 6B sinifində 25 şagird vardır. 11 oğlan, 14 qız toplayanda 25. Deməli bu fikir doğru fikirdir. 6C sinifində 7 qız vardır. Bəli, bu da doğru fikirdir. 6A sinifində 26 şagird var. 17 ilə 8 toplayanda uşaqlar 25 edir. 26 eləmir. Yanlış variant C bəndə oldu. Sonuncusu nədir? 6-cı siniflərdə cəmi 75 şagird var. Bax, burada 6A-da 25 şagird var. 6B-də də 25 şagird var. 6C-də də 25 şagird var. Toplayaraq tapdıq bunları. Üçünü də toplayanda üçünün cəmi 75 edir. Dördüncü fikirdə doğrudur. Bizə yanlış olan lazımdır C bəndi. 3 dənə ədədin əkobunu tapın. Nə edirik? Hər birini vuruqlarına ayırırıq. 30-u sadə vuruqlarına ayırsaq. 2-yə böldüm 15, 3-ə böldüm 5, 5-ə böldüm 1. Deməli 30 bərabər oldu. 2 üstü 1 vur, 3 üstü 1 vur, 5 üstü 1. 80-ı sadə vuruqlarına ayırsaq. İnşallah daha mən bir-bir yazmıram bunları. 2 üstü 4 vur, 5 üstü 1 deməkdir. 160-ı sadə vuruqlarına ayırsaq. 160-da 2 üstü 5 vur, 5 üstü 1 deməkdir. İndi əkob tapılarkən müxtəlif sadə vuruqlardan qüvvətləri böyük olanı götürürük. 2-dən 5 dənə, 3-dən müxtəlif sadə vuruqlu 3, 1 dənə, 5-dən də çox sayda 1 dənə. 2 üstü 5 32 edir. 32 vur 5 vur 3. 32-ni 5-ə vurduq. 160, 160-ı da 3-ə vurmalıyıq. 160 vurulsun 3. 16-nı 3-ə vuranda eləyir 48, 0-ı da əlavə elədik. 480. Sonra keçilədik 39 nömrəli sualın izahına. Düzbucaqlının uzunluğunu 25% azaldıb, enini 20% artırsaq sahəsi neçə faiz dəyişər? Şurada bu tipli suallarda düzbucaqlı tərəfi 10 olan kvadrat qəbul edilir. Çünki vurduqda sahə neçə gəlir? 100. 100 ədədi də birbaşa 100%-ə uyğundur. İndi deyir ki, düzbucaqlının uzunluğunu 25% azaldaq. 10 idi. 25% azalanda onun 25% 2,5 idi. 2,5-i çıxartdıq ondan 7,5. Enini 20% artırsaq 10 idi, artdı 12. Ən sonunda da indi sahəsi necə dəyişər? 12-ni vururuq 7,5-ə. Bu da eləyəsdir, 90 eləyəsdir, vurub tapa bilərsiniz. 90. 90-da 90%-ə uyğundur. Deməli 100%-dən 90%-ə düşdüsə 10% nədir? Azaldı. Bizə də neçə faiz azaldığını istəyirdi. Növbəti sual. Aşağıdakı şəkil 8 bərabər hissəyə bölünüb. Rənglənmiş hissənin yarıma bərabər olması üçün şəklin əlavə olaraq hansı hissəsi rənglənməlidir? İnşallah. Rənglənmiş hissənin yarıya bərabər olması üçün yarıma. Yarım nə deməkdir? 8 hissə var. 8 hissədən 4-ü. Neçəsi rənglənir? İkisi. Neçəsi rənglənsə 4-ü rənglənmiş olar? Daha ikisi. Düzdürmü? Yəni hansı hissəsi rənglənməlidir isə ümumi 8 hissədir. 8 hissədən 2 hissəsi. İxtisar gedəndə də 8 ilə 2-ni 2-yə. 4-də 1 hissəsi daha rənglənsə yarıma bərabər olan rənglənmiş hissə. İndi Lemanın karandaşlarının sayı 4-dən az, 7-dən isə çox deyil. 4-dən az deyil. 4-dən az deyil demək, karandaşların sayını K desə. K böyük bərabər olmalıdır. Nədən? 4-dən. Yəni, bunu belə yazır. K böyük bərabərdir 4. 7-dən isə çox deyil. Yəni, 7-dən ola bilər. Həmçinin 4-dən də ola bilər. 4-dən az deyil. Yəni, 3 dənə deyil. K kiçik bərabərdir 7. Bu 2-ni 2 dənə bərabərsizlik, 1 bərabərsizlik kimi düşünsək. K kiçik bərabərdir 7, böyük bərabərdir 4 olaraq yazmış olduq. Cavab A bəndi. Şəklə əsasən x-i tapın. Qonşu bucaqlar. Biri 3x verilib, digəri 2x verilib. Qonşu bucaqların cəmi neçə dərəcədir? 180. 5x bərabərdir 180 dərəcə. X-i tapmaq üçün də 180-ı 5-ə böldük. X bərabər 36 dərəcə. D bəndi. Digər suala. Bərabərsini ödəyən tam ədədlərin cəminin 5 misli. 12 ödəyir, 11 ödəyir, 0 ödəyir, ta ki mənfi 15 ödəmir. Mənfi 14, mənfi 13, mənfi 12-yə qədər. Arada olmayan ədədləri yazmadım. Aradakı ədədlər, arada var ədədlər, onları yazmadım.
Nəyə görə uşaqlar bura qədər yazdım? Çünki mənfi 12-dən müsbət 12-yə qədər cəmlərdə burada mənfi 11 ilə müsbət 11, mənfi 10 ilə müsbət 10, nə bilim, mənfi 1 ilə müsbət 1, hamısı bir-birini sıfıra götürür. Yerdə qaldı mənfi 14 ilə mənfi 13. Bu ikisinin cəmini tapsaq, mənfi 14 üstünə mənfi 13 gəldi. Mənfi 27. Bunun da 5 misli. Mənfi 27-ni 5-ə vuranda 135, amma hansı 135? Mənfi 135. Cavab D bəndi. 44 nömrəli suala baxırıq. Düzbucaqlı 12 bərabər hissəyə bölünmüşdür. Rənglənmiş hissə bütün hissənin neçə faizini təşkil edir? Neçə dənəsi rənglənib? 1, 2, 3, 4, 5, 6. Bütün neçə dənə? 12. 12-də 6-sı rənglənib. Faizə çevirmək üçün də 100-ə vururuq. 12 ilə 6-nı ixtisar elədim 6-ya. 1, 2, 100-ü də 2-yə böləndə 50 faizi. Sonra 10 üstü 4 böl 5 üstü 3 vur 2 üstü 3. Şöyle 10 üstü 4'ü 10 vur 10 vur 10 vur 10 kimi yazarıq. 5 üstü 3'ü 5 vur 5 vur 5. 2 üstü 3'ü də 2 vur 2 vur 2 kimi yazdıq. 5 vur 2 neçə elədi? 10. 10 ilə bu onların biri getdi. 5 vur 2 yeni neçə elədi? 10. 10 ilə bu onların biri getdi. 5 vur 2 neçə elədi? 10. 10 ilə bu onların biri getdi. Sürətdə bir dənə 10 qaldı. Məxrəcdə də 1. Onu 1'ə böldük. Cavab 10. Şimdi 46 nömrəli suala baxırıq. Nəzinin 84 manat pulu var. O həmin pulun 24 manatına kitab alır. Qalan pulu isə 12 ədəd dəftər alarsa, dəftərin biri neçə manatdır? Görək, 84-dən 24'ü çıxdıq. Görək, neçə manatı qaldı? 6. 60 manat. 60 manatda 12 ədəd dəftər alıb. 60'ı bölürük 12'yə. 60'ı da 12'yə böləndə neçə edir? 5. Dəftərin biri deməli neçə manatdır? 5 manat. İndi 40 faizli 80 qram məhsuldan neçə qram su buxarlandırmaq lazımdır ki? İnşallah, bax, yazıram 80 qram 40 faizli məhluldan. Nə qədər su buxarlandırmaq lazımdır? Bilmirəm. X qram su buxarlandırıb. 80 çıx X. Neçə faizli məhlul alsın? 80. Şu araya bir dənə bərabərlik qoydunuz. Bax. Birinci məhlulun kütləsi vur birinci məhlulun faizi. Bərabər olmalıdır. 80 çıxılsın X vurulsun ikinci məhlulun faizi. 80. Vurub açmayın. Əvvəlcə 80 ilə 80'ı ixtisar edin. Deməli, 80 çıx X 40'a bərabər olmalı. 80 çıx X bərabərdir 40'dan. Mənfi X-i sağa, müsbət 40'ı sola keçirsək. 80 çıx 40 bərabərdir müsbət X-a. X-imiz də bərabər oldu 40'a. Deməli, nə qədər su buxarlandırmaq lazım imiş? 40 qram. Aralarındakı məsafə 640 km olan iki məntəqədən birinin sürəti 90 km/saat, digərinin sürəti 70 km/saat olan iki avtomobil eyni zamanda qarşı-qarşıya yola düşürlər. Yəni, bu buradan bu istiqamətə, bu da buradan bu tərəfə doğru yerə gəlir. Neçə saatdan sonra avtomobillər görüşər? Uşaqlar, bunun üçün neçə saatdan görüşər deyib tapmaq üçün yolun uzunluğunu sürətlərin cəminə bölürük. Yolun uzunluğu 640, sürətlərin cəmi də 90 üstəgəl 70. 640 bölü 160, 0 ilə 0 getdi, 8'ə ixtisar etsəm. 8 bura, 2 bura. 8'də 2'yə böləndə 4 saatdan sonra neylədilər? Görüşdülər. İndi digər sual. 2x topla 4y bərabər 30. Tənliyinin qrafiki üzərində götürülmüş nöqtənin ordinatı 7 olarsa. Ordinat nə deməkdir? Əvvəla onu bilməliyik. Ordinat y-dir. Absis isə absis x-dir. Deməli, y-in yerinə 7 yazmalıyıq. 2 vur x üstə gəl 4 vur 7 bərabər 30'a. Buradan alırıq 2x üstə gəl 28 bərabər 30. 2x'i tapmaq üçün 30'dan 28'i çıxartdıq 2. X də bərabər oldu nəyə? 1'ə. Absisini tapın, yəni x-ni tapın. Deməli, x bərabərdir 1. Cavabımız 1. Deyir ki, A bərabər 3B böl C kəsrində A 10, C 12 olarsa B-ni tapın. Buradan bir çarpaz vuraq əvvəlcə. AC bərabərdir 3B. Gətirib yerinə qiymətlərini yazaq. 10 vur 12 bərabərdir 3 vur B. Əvvəlcə 3 ilə 12'ni ixtisar elədim. 1 bura, 4 bura. B bərabərdir 10 vur 4'dən 40. B-ni tapın. B-miz 40. Yaxşı, sağ olun şagirdlər. Gələn izahlarda görüşənədək.